Yallah, başladıq müəllimlər. Hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Xoş gördük. Hörmətli müəllimlər, necəsiz? Yenə də 2025-ci il üçün müəllimlərə dəstək məqsədi ilə həm sertifikasiya, həm MİQ müəllimləri üçün yeni sual paylaşıram və davamlı olaraq hər il bilirsiniz ki, biz Fərəcov Akademi olaraq, mən Fərəcova Ayşən hər zaman sizlərə dəstək videoları çəkmişəm, həm müsahibə mərhələsində, həm də test mərhələsində. Bu illərdə eyni şəkildə sizlərə dəstək olacağam, videolar paylaşacağam, izahlar paylaşacağam, hətta düşən sualları da həmən günü paylaşıb sizlərə dəstək olacağam. Sizlərdən sadəcə kanala abunə olmağınız, bəyənməyiniz və paylaşmağınızı istəyirəm və öz şəxsi fikirlərinizdə rəy bölməsində yazarsınızsa sevinərəm. Çünki bir mesajların hər birinə baxacağam. Sizlərin fikirləri bizim üçün çox önəmlidir. Demək, əziz müəllimlər, başlayıram və bundan əlavə olaraq 1000-dən artıq videolar var ki, siz də köhnə videolara baxaraq, canlılara baxaraq, izahlara baxaraq ödənişsiz şəkildə hazırlaşa bilərsiniz. Demək, başladım əziz müəllimlər. Deyir ki, birinci sualda 5 sualdır. MİQ müəllimlərinə 20 sual düşəcək, sertifikasiya müəllimlərinə 10 sual düşəcək. Çox yormaq istəmirəm. Gündəlik sizlər üçün suallar paylaşacağım. Məsəl üçün, tutaq ki, inteqrasiya sualları, misal biliyin növü, misal üçün taksonomiya. Bu günlərdə 5 sual seçmişəm. Məhz sizlərə düşə biləcək suallar. Demək, birinci sual. Səhv edən şagirdə müəllim harda səhv edirsiniz? Bu səhvləri daha çox etməyimizin səbəbi nədir? Sualını verir. Şagirdlər isə bu sualı cavablandıranda metakognitiv və Golemanın hansı səviyyəsində olacaq? Baxın, metakognitiv nə idi? Özünü müşahidə etmək, yəni özünü monitoring, müşahidə, agah olmaq rəyi var idi, özünü tənzimləmə var idi və bir də özünü qiymətləndirmə. Müəllim şagirdə sual verir ki, daha çox səhvi harda edirsiniz? Bu müşahidədir, bura qədər müşahidədir. Amma bu səhvləri daha çox etməyinizin səbəbi nədir? Artıq agah olacaq. Birinci hissə agahdır. Çünki artıq şagird özündən agahdır. Golemanda isə şagirdin səhvini başa düşməsi, bilirsiniz, özünü dərkdir, özünü idarə etmədir, motivasiyadır, münasibətlərin idarə edilməsidir, empatiya var idi. Şagirdin öz səhvini başa düşməsi isə özünü dərkdir, yəni özünü artıq dərk edir. Məsəl üçün, şagird bir səhv hərəkət edəndə sual verirsən, niyə etdin? Deyir, bilmirəm. Demək, özünü dərk etməyib. Amma şagirdə sual verəndə səbəbi bilirsə və səbəbi cavablandırırsa, artıq olacaq özünü dərk. Ona görə də cavabımız agah olmaq və özünü dərk olacaq. İkinci suala keçid edirik, əziz müəllimlər, diqqətiniz məndə olsun və bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm ki, MİQ və sertifikasiya mərhələsinə hazırlaşan müəllimlər üçün möhtəşəm endirim etmişdik. Yadınıza gəlirsə, bir dəfə ödəniş etməklə bizimlə hazırlaşa bilirdilər. Amma endirimin vaxtı bitdiyinə görə yenidən möhtəşəm bir endirimli kampaniya keçirmişik və 2 hədiyyəmiz var. İyun ayın 1-dən sınaqlar qrupumuz yaradılacaq. Sınaqlar qrupunda hər gün fərqli sınaqlar atılacaq və sonra isə onların geniş formada video izahı göndəriləcək. 2 hədiyyəmiz nədir? Bu qrupa qoşulan müəllimlərə Time Test Bankının kitabında olan bütün testləri hədiyyə ediləcək, izahları və əlavə olaraq isə İmtahana 15 gün qalmış MİQ və sertifikasiya fərqi yoxdur. Müəllimlər Zoom proqramında bizimlə bir yerdə müzakirəyə qoşulub, istədikləri sualları verib, istədikləri şəkildə dərsdə iştirak edə biləcəklər. Ödəniş isə yalnız 25 manat olacaq. Bir dəfə 25 manat ödəniş edirsiniz və bununla da yekunlaşdırırsınız. İstəyənlər buyurub qoşula bilərlər. İkinci sual. Müəllim şagirdlərin yazı bacarıqlarını inkişaf etməsi üçün müəyyən bir mətin verir. Mətndə şagirdlərə daha çox təfəkkürün inkişaf etdirilməsi üçün fikirlərini yazmasını tapşırır. Bəzi şagirdlər bu tapşırığa biganə yanaşır və yerinə yetirmək istəmir. Müəllim isə şagirdlərə heç nə demədən başqa tapşırıq verir. Bu zaman verilmiş situasiyaya uyğun ziddiyyəti seçin. Bəzən müəllimlər bu ziddiyyət sözünü başa düşmürlər. Yəni, verilmiş mətin səhvdirsə, onun doğrusu əksi, doğrudursa onun səhvi. Yəni, burada müəllim nə etdi? Səhv elədi. Əslində, şagirdə maraq yaratmalı və şagirdi istiqamətləndirməli idi. Amma müəllim nə etdi? Şagirdə başqa tapşırıq verdi. İndi gəlin baxaq görək səhv nədir? A variantı, müəllim burada şagirdlərdə emosional intellekti yaradaraq bu prosesi tam şəkildə idarə edə bilərdi. Xeyr, emosional intellekt yoxdur burada. Yəni, onun heç bir emosional intellektlə əlaqəsi yoxdur. Şagirdi neynədi? Hazır formada qəbul etdi ki, şagird bunu edə bilmir.
Şagirdin fikirlərinin düzgün formada çatdırılması üçün imkan yaradılsa, bu halda daha uyğun olardı. Burada şagird fikrini çatdıra bilmir deyilən bir məqam yoxdur. Götürə bilmərik. Aid olmayanları götürmürük. Şagirdlərə dərsi verərkən maraq yaradıb və onlara uyğun formada keçirək istiqamətləndirə bilərdi. Bəli, bu doğrudur. Burada səhv etmişdi, şagirdə maraq yaratmamışdı. Amma burada deyir ki, yarada bilərdi. Yəni ziddiyyəti, səhv olanı düzəltmək üçün ziddiyyət doğrunu götürürük. Şagirdlərin mövzu ilə bağlı məlumatlı olması üçün onlara hazır informasiya verməlidir. Hazır informasiya verməsi o deməkdir ki, avtoritar üslubdan istifadə edib, həm də mövzuda belə bir şey yoxdur. Ona görə cavab nə olacaq? Cavab C bəndi olacaq. Ziddiyyət düşə bilər müəllimlər. Üçüncü sual, müəllim şagirdlərin çətinlik çəkdikləri mövzunu daha geniş izah etmək üçün əlavə dərs təşkil edir. Şagirdlərin daha çox təhlil etmə bacarıqlarının zəif olduğu üçün onlara mətin verərək təhlil etmələri üçün şərait yaradır. Verilmiş situasiyada müəllim hansı pedaqoji tələbə riayət etdi? Əlbəttə ki, inkişaf yönümlülük niyə izah edirəm? B variantı. Çünki müəllim şagirdin zəif olduğu hissələri təhlil edir. Zəif hardadır? Bura zəifdir. Nə etmək istəyir? İnkişaf etdirmək istəyir. Müəllim şagirdə baxır, təhlil edir, analiz edir və onu inkişafa aparır. Ona görə də cavab olacaq inkişaf yönümlülük. Amma müəllim şagirdə əlavə dərs keçsəydi, təhlil etmə bacarıqlarını inkişaf etdirsəydi, olacaqdı şagird yönümlülük. Cavab nə oldu? Cavabımız oldu, əlbəttə ki, şagird yönümlülük yox, inkişaf yönümlülük. Ona görə də diqqətli oluruq müəllimlər suallardakı sualları düzgün şəkildə başa düşək. Açar məqamlar yox, əsas məqamları yadda saxlasaz və başa düşsəz çox yaxşı olacaq ki, sualları işləyə biləsiniz. Sonra dördüncü sual. Dördüncü sualda sizə düşə bilər. Bəzən deyirlər sertifikasiya müəllimlərinə nəzəriyyə düşmür, amma nəzəriyyələrdən situativ testlər mütləq şəkildə düşür. Sual belədir. Deyir ki, müəllim 4-cü sinif şagirdlərə insanlar hansı halda iradəli olmalı və həyatla mübarizə aparmalıdır? Sual ətrafında müzakirə etməyə çalışır. Və müşahidə edir ki, şagirdlər burada fikir bildirməkdə çətinlik çəkir. Müəllim verilən nəzəriyyələrdən hansının prinsipini əməl etməyibdir? Baxın, 4-cü sinifdə oxuyan şagird 9-10 yaşı olur. Və biz demişdik ki, belə suallar daha çox Piaget'ə görə hansı uşaqlara verilirdi? Əlbəttə ki, formal əməli, yəni 11-12 yaş uşaqlara verilirdi və bu uşaqlar daha çox mücərrəd düşünə bilirdilər. Bu uşaqlar daha çox hipotetik düşünə bilirdilər, dərin düşünə bilirdilər və yetkinlik yaşı, belə deyək də, yetkinlikdən keçmişdi. Artıq bu uşaqlar daha çox dərin düşünə bilirdilər. Amma müəllim 4-cü sinif uşağına bu sualı veribsə, demək müəllim burada nə edibdi? Müəllim Piaget'in nəzəriyyəsinə əməl etməyibdi. 4-cü sinifdə oxuyan şagird konkret əməli mərhələyə aiddir və bu uşaqlar dərin düşünə bilmirlər. Ona görə də cavab olacaq Piaget mərhələsini pozmuş. Əlbəttə ki, Piaget zehni inkişaf mərhələsini əməl etməyibdi. Sonra 5-ci sualımız, müəllim bugün dərsdə təhlil etmə bacarığını inkişaf etdirdiyi üçün şagirdlərə düzgün bir mətn seçimi etməsini bildirir. Bu zaman şagirdlər seçim edərək tapşırıqları yerinə yetirir və düzgün təhlil etmə bacarığı aparır. Bu zaman müəllimin hansı addımı bu tapşırığı zid olardı? Müəllim nə etdi? Şagirdlərin maraqlarını nəzərə aldı və avtoritar yox, demokratik üsulla yanaşdı. İndi bunun əksi də nə olacaq? Mənfisi də olacaq ki, müəllim şagirdlərin maraqlarını nəzərə almadı. Müəllim şagirdlərə təhlil etmə bacarığına şərait yaratmalı idi. Belə bir şey yoxdur. Müəllim şagirdin fikirlərini nəzərə almadan mətni özü seçə bilərdi. Bax, görürsünüzmü? Avtoritar müəllim. Burada demokratik müəllimdir, aşağıda avtoritar. Ziddiyyəti əksinəsi deməkdir. Burada doğru elədi, aşağıda yanlış elədi. Müəllim daha çox təhlil etmə bacarığı üçün üsullar seçə bilərdi. Yanlışdır. Müəllim iş formasını düzgün seçə bilərdi ki, dərslər maraqlı olsun. İş üsulları, iş forması ilə bağlı bir şey yoxdur. Müəllim burada öncə digər bacarıqlar formalaşdıraraq təhlil etməni formalaşdıra bilərdi. Xeyr, yanlışdır. Təhlil etməklə bağlı müəllim zaten şagirdə verir. Şagirdə seçimi verir. Deyir ki, yəni ziddiyyət nə olardı? Müəllim seçimi veribsə, demokratik edibsə, onun ziddiyyəti əksinəsə avtoritar üslub olardı. Cavab olacaq B variantı. İndi yazın görək, neçə səhviniz, neçə düzünüz çıxdı və bu kimi videoların davamlı olmasını istəyirsinizsə, sizdən sadəcə dəstək istəyirik. Bəyənməyi, paylaşmağı və öz fikirlərinizi rəydə yazmağı unutmayın və kanala abunə olun ki, davamlı olaraq belə videolar sizin qarşınıza çıxsın. Və təkcə test mərhələsi yox, eyni ilə də müsahibə mərhələsində sizlərə dəstəyik. Və kanala abunə olarkən bildiriş hissəsini açın ki, bütün videolar sizə gəlsin. Əziz müəllimlər, özünüzə yaxşı baxın və sınaq qrupuna da qoşulmaq istəyənlər nömrə ilə əlaqə saxlasın. Sağ olun, görüşərik.